Herkese salam. Bugünkü dərsimiz plural of nouns, yəni isimlərin cəmidir. 80-90% isimləri təkdən cəm halına keçirmək üçün S və ES çəkicilərindən istifadə edirlər. Məsələn, e-book təkdədir, books olur cəmdə. Yəni e-book bir dənə kitabdır, books olur kitablar. Nə vaxt biz ES çəkicisini artırırıq? Hansı ki sonu s, h, c, h, t, c, h, x və o ilə bitərsə, biz o zaman sözümüzün sonuna ES çəkicisini artırırıq. Məsələn, e-bus bir dənə avtobusdur. Sonu s ilə bitdiyinə görə, ona görə buses olur avtobuslar. Və yaxud da ki, box sonunda X olduğuna görə, yəni X hərfi olduğuna görə, ona görə ES çəkicisi artırılır, olur boxes. Daha sonra kökdən dəyişən isimlərimiz var ki, hansı ki kökdən dəyişən isimlər man, men, woman, woman, foot, feet, goose, geese, toes, tees, louse, lice, mouse, mice, bunların hər biri s və yaxud ki ES çəkicisi, yəni artırmaqla onları cəm halına keçirməklə deyil, onları ümumilikdə kökdən dəyişməklə biz cəm halına keçirdə bilərik. Necə ki, mən olur tək bir insan, yəni bir dənə kişi, men olur kişilər. Woman bir dənə qadındırsa, woman qadınlardır. Eyni zamanda kökdən dəyişənlərə bunu da aid etmək olar. Sonu n ilə bitir. Hansı ki, child bir dənə uşaqdır, children uşaqlar. Ox bir dənə öküzdür, oxen öküzlərdir. Daha sonra gəlir sonu y hərfi ilə bitənlərə. Y hərfi ilə bitənlərdə isə iki cür hal olur. Əgər y-dan öncə sait gələrsə, feilin, üzr istəyirəm, feil dedim, ismin sonuna S çəkicisini artırırıq. Məsələn, baxın yazıb boy. Y-dan öncə sait səs gəlib, sait səs gəldiyinə görə biz onu cəm halına keçirikdə boy eləyirik. Lakin samit səs gələrsə, onda Y hərfi düşür, onda IES şəkilçisi artırılır. Məsələn, baby sözündə Y-dan öncə B hərfi var. Ona görə, samit olduğuna görə biz Y hərfini salıb, ora IES şəkilçisini artırırıq. Olur babies. Daha sonra gəldik həmişə cəm olan isimlər. Həmişə cəm olan isim nə deməkdir? İki hissəlilər. Məsələn, yəni həmişə cəm olanda bu deməkdir. Yəni biz onu heç vaxt tək görə bilmərik. Məsələn, iki hissəlilərdir. Trousers. Trousers şalvardır. Mən şagirdlərimə başa saldıqda belə deyirəm ki, məsəl üçün biz şalvarın bir ayağını kəsib, digər ayağını geyinib biz məsələn çölə çıxa bilmərik. Eyni ilə şortik olsun, cins olsun, eynək olsun, qayçı olsun. Yəni bunlar iki hissədən ibarət olduğuna görə, yəni biz bunları ayrı-ayrı istifadə edə bilmirik deyə, bunlar cəmdədir. Hər zaman cəmdədir. Biz bunları tək götürə bilmərik. Yəni fərqi yoxdur. Sonunda S hərfi olsun, ES olsun, yəni fərqi yoxdur. Sonu S olanlar hansı ki goods'dur, stairs'dir. Bunlardan sonra mütləq bunlar həmişə cəm olurlar və cəm xəbər istəyirlər. Və sonu s olmayanlar, yəni s hərfi ilə, S hərfi ilə qutarmayanlar, hansı ki pupil sözüdür ki, həmişə cəmdədir insanlar deməkdir. Polite sözünün özü, daha sonra poultry'dir, ev quşlardır, cattle malqaradır. Bunların hər biri həmişə cəmdədir. Bunları əzbər bilmək lazımdır. Daha sonra gəlir həmişə tək olan isimlər. Həmişə tək olan isimlərdən isə bunlar daxildir. News sözü. Baxmayaraq ki, sonunda s hərfi ilə bitib, lakin buna baxmayaraq o hər zaman təkdədir. Daha sonra elm və fən adları. Elm və fən adları mütləq şəkildə təkdir. Yəni, məsələn, riyaziyyat fənnidir, ingilis dili fənnidir. Bunlar çoxlu deyil ki, biz onu saya bilək. Ona görə həmişə təkdədir və eyni zamanda da idman və oyun adlarıdır ki, hər zaman tək olanlar kateqoriyasına daxildir. Daha sonra gəlir təki və cəmi eyni qalanlar, yəni eyni olanlar. Hansı ki, sheep, fish, deer, swine, yəni bunların hər biri
tək və cəmi eyni qalanlardır. Lakin biz bunları necə ayırd edə bilərik? Hansı təkdir, hansı cəmdir? Yəni belə baxaq. And, this, that, every, each. Yəni tək xəbər və tək xəbər, yəni bunlar varsa, bu artıq təkdir. Məsələn, sheep yazıbsa, bu artıq bir dənə qoyundan danışır. Yox, əgər sheep yazıbsa təkcə, bu artıq cəm olduğundan xəbər verir. Yəni qoyunlar deməkdir. Eyni zamanda onun qarşısındakı this, that, every, each tək xəbər olduğuna da mütləq şəkildə baxmalıyıq. Yəni biz qəti surətdə belə yaza bilmərik. Məsələn, götürüm yazım. Sheep və sonuna bir dənə s artırım. Elim qoyunlar olmaz. İndi isə gəlin həmin bu mövzu üzərində biraz test işləyək. Deməli, ilk sualımıza baxırıq. İlk sualımızda bizdən singular noun istəyir. Plural cəmdir, singular isə təkdir. Bizdən yəni tək isimlər istəyir. Gəlin ilk öncə cəmləri çıxaq. Məsələn, burada tiz var. Tiz kökdən dəyişəndir. Tuz təkdədir isə tiz cəmdə olur. Ona görə 2-ni çıxdım. D variantı, E variantı cavablardan çıxır. Daha sonra burada flowers var. Güllər. Sonu S şəkilçisi ilə bitib. Ona görə 6-da çıxır deyə C variantda çıxdı burada cavablardan. Qaldıq 3, 4 və yaxud 1, 4, 5 arasında. 3-də isə gəlin baxaq. 3-də scissors'dır. Scissors nədir? Qayçı. O bayaqda mən 2 hissəlilər kateqoriyasında sizə onu göstərdim ki, scissors sözü özü 2 hissəli kateqoriyasına daxil olduğuna görə həmişə cəmdədir. Həmişə cəmdədə olduğuna görə biz onu təklər arasına götürə bilmərik. Ona görə 3 də çıxır cavablardan. Cavab qaldı 1, 4, 5. Progress, language və phonetics. Daha sonra gəldik ikinci sualımıza. İkinci sualda yenə həmçinin bizdən singular istəyir, yəni tək istəyir. Gəlin birə baxaq. Birdə woman sözündə buradan məlum olduğu kimi kökdən dəyişib və cəmdədir. Cəmdə olduğuna görə biri variantlardan çıxırıq. D çıxdı, B çıxdı və Y variantı çıxdı. Görürük ki, A və C variantının ikisində də 2 var. Deməli 2 düzdür. Bəli, hostess sözü ümumiyyətlə yadınızda saxlayın. Qoşa s-lar həmişə təkdə olur. Yəni 2 dənə s yan-yana işlənibsə, bu təkdədir. 2-ni götürürük. Daha sonra 3-ü götürürük. Çünki tuz cəmdə deyil, təkdədir, diş deməkdir. Sportsman gördüyümüz kimi təkdədir. Ona görə cavabımız C variantı olacaq. 4-də isə burada trousers 2 hissəlilər kateqoriyasına daxil olduğuna görə, həmişə cəmdə olduğuna görə götürmədik. Daha sonra keçdik 3-cüyə. 3-cü sualımızda yenə də bizdən singular istəyir, tək istəyir. Gəlin bir-bir cəmləri çıxaq. A variantında görürsünüz scissors var, cəmdədir. Həmişə geese cəmdədir. Ona görə A variantı çıxdı. Daha sonra B variantından keçək. C variantına baxaq. Mice. Baxın burada. Mice, mouse təkdədir. Bir dənə siçandır. Mice siçanlar deməkdir. Ona görə C variantı da çıxdı. Daha sonra polite sözü burada var. Polite həmişə cəmdə olan isimlər kateqoriyasına daxildir deyə D variantı da çıxır. Və Y variantında fit, ayaqlar deməkdir. Kökdən dəyişib. Və cəmdədir Y variantı. Ona görə çıxdı. Cavabımız B variantıdır. Phonetics, mouse və actress. Gəldik 4-cü sualımıza. 4-cü sualda singular yenə də bizdən tək istəyir. Gəlin cəmləri çıxaq. A variantında cattle. Görürsünüz. Bu həmişə cəm olan isimlər kateqoriyasına daxildir. Ona görə A variantı çıxır. Daha sonra B variantında goods, bayaq ki, yenə də həmişə cəm olan isimlər kateqoriyasına daxildir. Yəni B-də çıxdı. Daha sonra C variantında mice görürük. Mice kökdən dəyişən isimdir və cəmdədir deyə C variantı da çıxdı. Daha sonra burada da sentences, yes şəkilçisi var. Cümlələr deməkdir. Daha doğrusu S şəkilçisi var, sorry. Ona görə Y variantı çıxır. Cavab qaldı D variantı. Glass, gymnastics, news.
Sonuncu sualımıza baxaq. Yenə də bizdən tək isim istəyir, singular nouns. Gəlin ilk öncə deməli cəmləri çıxaq. Baxın burada sportsman görürsüz cəmdədir və oxen cəmdədir. Ona görə A variantı çıxdı. Daha sonra burada children var. N-lə düzələnlərdəndir, cəmdədir. B variantı da çıxdı. Burada men var, gördüyümüz kimi cəmdədir deyə C variantı da çıxdı. Burada feet ayaqlardır deyə cəmdədir, D variantı da çıxdı. Cavabımız qaldı live, food və economics. Economics sözünün sonunda S şəkilçisi var, lakin o iqtisadiyyat deməkdir. Ona görə fən adı qaldığına görə, həm də ki o bizdə sayıla bilməyən isimlər içində var. Yəni həmişə təkli olan isimə daxildir deyə. Ona görə cavabımız Y variantı qaldı. Dərsimiz bura qədər idi. Ümid edirəm ki, video sizə faydalı oldu. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Görüşərik.